Yasamalda baş verən yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş müşahidə olunur. Bu barədə jurnalist Fuad Cəfərov sosial media hesabında paylaşım edib. O bildirib ki, Ləman artıq reanimasiyadan palataya köçürülüb və vəziyyəti stabildir. Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü. Vəziyyəti stabildir, müalicəsi davam edir. Qeyd edək ki, Ləman həmin yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb. Hadisə Babək rayonunun Hacıvar kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Altay Cəfərov və 1998-ci il təvəllüdlü həyat yoldaşı Səmənnaz Cəfərova dəm qazından boğularaq ölüb faktla bağlı Babək rayonunun prokurorluğunda araşdırma aparılır.